dünən iyunun 1-də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan doğum gününü qeyd edib. Onun 50 yaşı tamam olub. Moderator az məlumat verir ki, bu barədə Mam nəşri xəbər yayıb. Armulur.amın xəbərinə görə ötən gün axşam bütün hakim Elita Paşinyanın doğum gününü Göyçə Gölü sahilindəki hökumət malikanəsində əlavə edib. Bunu internetdə yayılan fotolar da sübut edir. Maraqlıdır ki, hökumət üzvlərinin fotoları yayılsa da Paşinyanın özünün və ailə üzvlərinin fotoları yayılmayıb. Qeyd edilir ki, Paşinyanı dünən Rusiya prezidenti və baş naziri də təbrik edib. Ermənistan parlamentinin sədri Alen Simonyanın Azərbaycanla bağlı səsləndirdiyi loyal fikirlər erməni ictimaiyyətində geniş müzakirə mövzusudur. Deyək ki, o Ermənistan və Azərbaycanın bir-biri ilə sülh qarşılıqlı ticarət şəraitində yaşayacağını iddia edib. Globalinfo azad danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Ermənistanda Artur Vanityanın hücumuna qarşı Paşinyan tərəfdən müəyyən addımlar atılır. 27 mayda Ermənistan parlamentində Simonyan prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış konsepsiyasına münasibət bildirdi. Onu bu şəkildə şərh etdi ki, Artsaqda separatçılıqla məşğul olan şəxslərin siyasəti üzərindən rəsmi Bakı Qərbi Azərbaycan ideyasını gündəmə gətirdi. Simonyanın Qərbi Azərbaycan ifadəsini işlətməsi bu ideyanı legitimləşdirir.